Milli təhsil brendimizi yaratmaq üçün qarşımıza bir hədəf qoyduq. Övladlarımız görərək, toxunaraq öyrənsinlər. Sərbəst və xoşbəxt olsunlar, şən yaşasınlar dedik. Milli duyğularını itirmədən, dəyərlərə hörmət edən, vicdanlı, ədalətli, millətinə və dövlətinə sədaqətli bilgə insan yetişdirmək üçün and içdik. Hədəfimizdən yayınmadıq. Yolumuzdan dönmədik. Yola çıxdıq və sübut etdik ki, biz bacararıq. Əzmlə, sevgi ilə hədəf konseptini yaratdıq. Hədəf İsteham Liseyi, hədəfi böyük olanların liseyidir. Hədəfiniz olsun. Salam, hörmətli tamaşaçılar. Hədəf Liseyinin dəstəyi ilə dərs saatı verilişi efirdədir. Bugünkü mövzumuz Azərbaycan dilindən mətn üzrə tapşırıqlarla bağlıdır. Artıq bir neçə ildir ki, Dövlət İmtahan Mərkəzi buraxılış siniflərində mətn üzrə tapşırıqlar salır. Bəs bu mətn üzrə tapşırıqlarda şagirdlər əsasən nələrə diqqət yetirməlidirlər? Nələrin üzərində daha çox işləməlidirlər? Biz bu günləri bu suallara cavab tapmaq üçün mətn tapşırıqlarına nəzər yetirəcəyik. Onu da qeyd eləyək ki, Dövlət İmtahan Mərkəzindən buraxılış imtahanlarına iki növdə mətn salınır. Bir bədii mətnlər, digər isə publisistik mətnlər olur. Bugünkü mövzumuz ilk olaraq publisistik mətninə başlayırıq və başlayaq mətnimizə. Mövzumuzun adı Dünyanın ən yüksək zirvəsi hansıdır? Everest planetimizin ən yüksək dağ zirvəsidir və onun ən pik nöqtəsi dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşir. Dağ öz adını 19-cu əsrin ortalarında Britaniya Hindistanında geodeziya xidmətinə rəhbərlik etmiş İngilis John Everestin şərəfinə qəbul etmişdi. Bundan əlavə, Everest bir neçə başqa adlara da sahibdir. Məsələn, Tibetdə onu tərcümədə ilahə, qarlar anası mənasını verən Jomolungma, Nepalda Sagarmatha, kainatın anası adlandırırlar. Zirvənin hündürlüyünün ilk dəfə ölçülməsi 1856-cı ilə, bu zaman onun hündürlüyü 2900 funta bərabər olur. 20-ci əsrin sonlarında Everestin hündürlüyü müasir texnika vasitəsilə ölçülür. Bu zaman onun hündürlüyünün əvvəllər təyin edilən hündürlükdən 25 metr daha yüksək olduğu aşkar edilir. Lakin bu xəbər rəsmi olaraq tanınmır. Everest zirvəsini ilk fəth edənlər isə Yeni Zelandiyalı alpinist Edmund Hillary və Tenzing Norgay olur. Onlar 1953-cü il 29 may tarixində zirvəyə qalxırlar və burada 15 dəqiqə keçirirlər. Hillary öz yol yoldaşının şəklini Everest zirvəsində çəkir. Yeni Zelandiyalıların isə heç birinin bu zirvədə qeydə alınmış şəkli yoxdur. Çünki onun yoldaşı fotoaparatdan istifadə etməyi bacarmırdı. Hazırda isə Everestin zirvəsinə qalxmaq hüququ əldə etmək üçün ödəniş etmək lazımdır. Tibet tərəfindən bu icazənin verilməsi üçün 20 nəfərlik qrupa $5500 nəzərdə tutulub, Nepalda isə qiymət bir qədər bahadır, yəni $50.000-dır. 1978-ci ildə alpinistlər Reinhold Messner və Peter Habeler ilk dəfə olaraq oksigen maskası olmadan Everest zirvəsinə qalxmışlar. Everest zirvəsinə qalxan ilk qadın statusuna isə Portlanddən olan Amerikalı qadın Stady Ellison sahibdir. Bu isə 29 sentyabr 1988-ci ildə baş vermişdi. Müxtəlif məlumatlara görə Everest zirvəsinə edilən yürüşlərdə 150-dən 200-ə qədər insan həlak olub. Alpinistlərin əksəriyyətinin cəsədi isə həlak olduqları yerdəcə qalıb. Bu, onların cəsədlərinə qarşı hörmətsizlikdən deyil, çətin təbiət şəraitindən irəli gəlir. Yayda zirvədəki temperatur heç vaxt 0 Selsi dərəcədən yüksəlmir, qışda isə buradakı temperatur -60 dərəcəyə qədər enir. Mətnimizlə tanış olduq, indi isə keçək mətnlə bağlı suallarımıza. Birinci sualımıza nəzər yetirək. Mətnə əsasən hansı fikir yanlışdır? Yəni, verilmiş variantlarda öz əksini mətndən tapmayan cavabı tapmalıyıq. Baxaq.
Everest zirvəsinə ilk dəfə qalxanlar oksigen maskasından istifadə ediblər. Bu düzgün cavabdır. Mətnimizin birinci abzasını da ekranda görmüş olursunuz. Keçirik ikinci cavabımıza. Everest sözü həm də ana mənasını ifadə edir. Mətnimizə nəzər yetirsək, birinci abzasda belə bir cümlə var. Məsələn, Tibetdə onu tərcümədə ilahə qarlar anası mənasını verən Jomolungma, Nepalda Sagarmatha, kainatın anası adlandırırlar. Biz B variantını düzgün götürə bilmirik, çünki bu variantda yalnız ana mənasını ifadə etmək deyilir. Amma mətnimizə nəzər yetirsək, əslində Tibetdə onun tərcüməsi ilahə qarlar anası gedir. Deməli, bizim düzgün cavabımız B variantıdır. Mətnə əsasən bu fikir öz əksini tapmayıbdır. Keçək növbəti sualımıza. Altından xətt çəkilmiş sözlə eyni məzmunlu ifadə hansı variantdadır? Yenə də mətnimizə nəzər salırıq və altından xətt çəkilmiş cümləni tapmış oluruq. Müxtəlif məlumatlara görə isə Everest zirvəsinə edilən yürüşlərdə 150-dən 200-ə qədər insan həlak olub. Bu cümlədə yürüşlərdə sözünün altından xətt çəkilib və məna baxımından burada gəzintini ifadə edir. Baxaq cavablarımıza. A variantında verilir. Hücum mənasındadır. İskəndər Çin və Hindistana hücumlarında asanlıqla qələbə qazanmışdı. Bu cavabı düzgün götürə bilmirik, çünki mətnimizdəki yürüşlər sözünün mənası ilə ayaqlaşmır. Gəlirik B variantına. Gəzinti mənasındadır. İlin sonuna kimi bütün Azərbaycana gəzinti təşkil olunacaq. Bəli, bu cümlənin mənası mətnimizdə verilən cümlənin mənası ilə üst-üstə düşür. C variantında səfər mənası verilibdir və cümlədə xarici səfərlərdə dövlət qulluqçuları ilə yanaşı sənətçilər də iştirak edir. Bu cümlədə mətndəki yürüşlərdə sözü ilə ayaqlaşmır. Gedirik növbəti variantımıza nəzər yetirməyə. D variantı işğal mənasındadır. İşğaldan azad olunmuş torpaqlarda abadlıq işlərinə start verilir. Bu cümlədə bizim mətndəki cümləmizə uyğun deyil və Y variantına baxırıq. Yerimək mənasını verir. Uşaq ilk addımlarını çətinliklə atır. Yıxıla, dura yeriyirdi. Bu cümlədə mətndəki verilmiş cümlə ilə səsləşmir. Deməli, bu testimizin düzgün cavabı B variantında öz əksini tapmışdı. Keçək növbəti sualımıza. Mətnə əsasən çətin təbiət şəraiti dedikdə nəzərdə tutula bilməz deyilən bir fikrin cavabını tapmalıyıq. Mətnə əsasən çətin təbiət şəraiti dedikdə nəzərdə tutula bilməz sualının açıqlamasına baxaq. Bunun üçün yenə də mətnimizə nəzər yetiririk. Mətnimizdə belə bir cümlə var. Alpinistlərin əksəriyyətinin cəsədi isə həlak olduqları yerdəcə qalıb. Bu, onların cəsədlərinə qarşı hörmətsizlikdən deyil, çətin təbiət şərtlərindən irəli gəlir. Deməli, uca dağ zirvəsində tez-tez çovğunlar, qar, şaxta, boran həddindən artıq güclü olduğu üçün orada daşqın baş verə bilmir. Daşqın çay axarında olduğu üçün bu testimizin düzgün cavabı D variantında öz əksini tapmış olur. Deməli, mətnə əsasən çətin təbiət şəraiti dedikdə nəzərdə tutula bilməz, daşqın. Digər variantlar isə nəzərdə tutula bilər. Keçək növbəti sualımıza. Bu sualımızda verilmiş cümlənin mətndə hansı işarənin yerində işlədə biləcəyi bizdən tələb olunur və mətnimizdə müxtəlif işarələr var. Əvvəl cümləmizi oxuyaq. Bundan əlavə, qrupdakı insanların sayı 7 nəfərdən artıq olmamalıdır. Demək, söhbət bu mövzuda alpinistlərin Everest zirvəsinə qalxmaqla bağlıdır. O zaman cümlələrimizə bir nəzər yetiririk və bu cümləni harda yerləşdirdiyimizi müəyyənləşdirək. Oxuyaq. Tibet tərəfindən bu icazənin verilməsi üçün 20 nəfərlik qrupa $5500 nəzərdə tutulub, Nepalda isə qiymət bir qədər bahadır, yəni $50.000-dır. Bu cümlələrdə biz artıq Everest zirvəsinə qalxacaq alpinistlərin qrup şəklində getməyini görürük və o zaman bu cümləmizi çox rahat bir şəkildə $50.000 cümləsindən sonra yerləşdirə bilərik. O zaman belə bir cümlə alınacaqdır. Nepalda isə qiymət bir qədər bahadır,
yəni 50.000 dollardır. Bundan əlavə qrupdakı insanların sayı 7 nəfərdən artıq olmamalıdır. Keçək növbəti sualımıza. Nöqtələrin yerinə yazıla bilər. Mətndə bayaq oxuyanda da yəqin ki, nəzərdən qaçmadı. Bəzi məqamlarda fikrimin tam ifadə olunmadığını gördük. Demək ki, orada bir bitkinlik öz əksini tapmayıbdır. Və baxaq, bu hansı cümlədə olub? Zirvənin hündürlüyünün ilk dəfə ölçülməsi 1856-cı ilə, burada artıq biz boşluğu görürük və cümlənin ardında bu zaman onun hündürlüyü 29.000 funta bərabər olur. Nöqtələrin yerinə hansı söz yazıla bilər? Variantlara baxaq. A variantında aiddir sözü verilib və nöqtələrin yerinə qoyuruq. Zirvənin hündürlüyünün ilk dəfə ölçülməsi 1856-cı ilə aiddir. Cümlə tam olaraq bitkin bir fikri ifadə edir. Demək ki, düzgün variantımız A variantı olacaqdır. Digərlərinə nəzər yetirək, B variantında görədir sözü verilib. Zirvənin hündürlüyünün ilk dəfə ölçülməsi 1856-cı ilə görədir. Fikir bitkinliyi tam olaraq öz əksini tapmır. Deməli, düzgün cavab kimi götürə bilmirik. Məxsusdur sözünə baxaq. Zirvənin hündürlüyünün ilk dəfə ölçülməsi 1856-cı ilə məxsusdur. Məxsusdur xüsusən də başqa bir mənalarda ifadə etdiyi üçün burada da öz əksini tapmır. Deməli, düzgün cavab deyil. D variantında dairdir sözü verilib. Yenə baxaq. Zirvənin hündürlüyünün ilk dəfə ölçülməsi 1856-cı ilə dairdir. Fikir bitkinliyi alınmadı. Bu da doğru cavab deyil. Y variantında üçündür sözü verilib. Zirvənin hündürlüyünün ilk dəfə ölçülməsi 1856-cı ilə üçündür. Yenə də fikir bitkinliyi olmadığı üçün biz A variantını düzgün götürmüş oluruq. Keçək növbəti testimizə. Cədvəl verilib və bu cədvəl səbəb-nəticə ilə əlaqəlidir. Dövlət İmtahan Mərkəzlərinin buraxılış testlərində test-test səbəb-nəticə əlaqəli test tapşırıqlarını görmüş oluruq. Baxaq sualımıza. Mətnə əsasən cədvəldəki uyğunluğu müəyyən edin. Səbəb verilir bizə. Everestin hündürlüyü müasir texnika vasitəsilə ölçülmüşdür. Bu səbəbdən çıxan nəticəni tapmalıyıq və 5 istiqamətdə nəticə verilibdir. Birincisində, Everest zirvəsinin hündürlüyü 25 metrdən daha yüksək olduğu müəyyənləşmişdir və mətnimizə nəzər yetirik. Bu hissəni oxuduqdan sonra 20-ci əsrin sonlarında Everestin hündürlüyü müasir texnika vasitəsilə ölçülür. Bu zaman onun hündürlüyünün əvvəllər təyin edilən hündürlükdən 25 metr daha yüksək olduğu aşkar edilir. Lakin bu xəbər rəsmi olaraq tanınmır. Deməli, bizim birinci meyarda verilən fikir nəticə etibarı ilə səbəbə uyğun gəlir. Digərlərinə nəzər yetirək. Alpinistlər zirvəyə asanlıqla qalxa bilmişlər. Səbəbin nəticəsi deyil. Everestə qalxarkən oksigen maskasından istifadə edilmişdir. Bu da səbəbin nəticəsi deyil. Hava şəraitinə görə cəsədləri götürmək mümkün olmamışdı. Uyğun gəlmir. Stacy Ellison Everestə qalxan ilk qadın kimi tarixə düşmüşdü. Bu da bu səbəbin nəticəsi sayılmır. Deməli, Everest zirvəsinin hündürlüyünün 25 metr daha yüksək olduğu müəyyənləşmişdir. Keçək növbəti testimizə. Mətndə üzərində rəqəm yazılmış sözləri cədvəlin müvafiq xanalarına həqiqi mənalı və ya məcazi mənalı olaraq seçib yazmalıyıq. Mətndə işarələnmiş sözlər olan cümlələrə nəzər yetiririk. Everest planetimizin ən yüksək dağ zirvəsidir və onun pik nöqtəsi dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşir. Bu cümləmizdə rəqəm qoyulmuş söz yüksəkdir və həqiqətən də dağın zirvəsi yüksək olduğu üçün o həqiqi mənalı tərəfə gedəcəkdir. Gəlirik ikinci cümləmizə. Dağ öz adını 19-cu əsrin ortalarında Britaniya Hindistanında geodeziya xidmətinə rəhbərlik etmiş İngilis John Everestin şərəfinə qəbul etmişdir. Burada qəbul etmişdir məcazi mənalı olan tərəfə yazılacaqdır.
üçüncü cümləmizə nəzər yetirək. Zirvənin hündürlüyünün ilk dəfə ölçülməsi 1856-cı ilə aiddir. Burada da zirvə həqiqi mənada verilmişdi. Yəni, həqiqətən də zirvənin hündürlüyü olur. O zaman onu həqiqi mənalı tərəfə yerləşdiririk, yazırıq. Növbəti cümləmizdə 20-ci əsrin sonlarında Everestin hündürlüyü müasir texnika vasitəsilə ölçülür. Ölçülmək də burada həqiqi mənada verildiyi üçün o da həqiqi məna tərəfə yazılacaq. Və nəhayət 5-ci cümləmizə nəzər yetirək. Lakin bu xəbər rəsmi olaraq tanınmır. Xəbəri tanımaq olmur. Əslində şəxsiyyətə aiddir tanınmaq. O baxımdan orada məcazi mənada verildiyi üçün o sözü də məcazi məna tərəfə yazmış oluruq. Keçək növbəti testimizə. Mətnin 4-cü abzasında yanlış fikrin olduğu cümləni yazın. Bu formada olan testlərə tez-tez rast gəlirik və abzası tapmış oluruq. 4-cü abzasın içərisindən yanlış cümləni seçməyə çalışacağıq. Oxuyuruq. Everest zirvəsinin ilk fərq edənlər isə Yeni Zelandiyalı alpinist Edmund Hillary və Tenzing Norgay olur. Onlar 1953-cü il 29 may tarixində zirvəyə qalxırlar və burada 15 dəqiqə keçirirlər. Hillary öz yol yoldaşının şəklini Everest zirvəsində çəkir. Yeni Zelandiyalıların isə heç birinin bu zirvədə qeyd alınmış şəkli yoxdur. Çünki onun yoldaşı fotoaparatdan istifadə etməyi bacarmırdı. Hazırda isə Everestin zirvəsinə qalxmaq hüququ əldə etmək üçün ödəniş etmək lazımdır. Tibet tərəfindən bu icazənin verilməsi üçün 20 nəfərlik qrupa $5500 nəzərdə tutulub. Nepalda isə qiymət bir qədər bahadır, yəni $50.000-dır. Bu abzasda yerində olmayan bir cümləni görmüş oluruq. Çünki onun yoldaşı fotoaparatdan istifadə etməyi bacarmırdı. Bu cümlə Hillary'nin yoldaşını Everest zirvəsində şəklini çəkməklə və Zelandiyalıların heç birinin daha o zirvədə şəkli olmadığı ilə səsləşmir. Deməli, bu cümlə bu abzasda öz yerində deyil. Keçirik növbəti testimizə. Mətnin adında verilmiş cümlə ilə bağlıdır sualımız. Yəni, mətnin adı bədii sualdırmı, bədii sual deyilmi? Əgər bədii sualdırsa, açıqlamasını yazmalıyıq. Bədii sual deyilsə, yenə də onun açıqlamasını yazmalıyıq. Bu tipli suallar açıq tipli suallar adlanır və mətnimizin başlığına nəzər yetirək. Dünyanın ən yüksək zirvəsi hansıdır? Bədii sual sayılmır. Çünki bədii sualın cavabı olmur və həmən sualda obrazlılıq olur. Baxırıq bu cümləyə, bu sual cümləsinə və təsdiqləmiş oluruq ki, bədii sual deyil. Çünki bu cümlədə məcazilik yoxdur, heç bir obrazlılıq yoxdur və cavabı da mətndə öz əksini tapmışdır. Bununla da dərsimiz başa çatdı. Xatırladım ki, dərs saatı verilişi Hədəf Liseyinin dəstəyi ilə hazırlanır. Sağ olun.